Deyir, Allahın yer üzündə bəzi bəndələri var. Onlar cəmaatın çətinliklərini həll eləmək, istəklərini yerinə yetirmək üçün çalışırlar. Rəhmətdirlər cəmaat üçün. Başqalarına xidmət edirlər. İşi gücü cəmaatın hacətini yerinə yetirməkdir. Çox gözəl insanlardırlar. Çox gözəl, cəmaata xidmət edir, düyünləri açmaqla məşğuldurlar. Maddi düyün, mənəvi düyün, başını aşağı salıb öz qarnının, öz ailəsinin, öz balasının dərdi ilə yaşamır ancaq. İnsanlara xeyir vermək istəyir, zövq alır belə həyatdan. Başqalarının düyününü açmaqdan zövq alır. Buyurur ki, belə adamlar var. Ondan sonra buyurur ki, humul aminun yevməl qiyamə. Onlar qiyamət gününün əmin-amanlığında olanlardır. O adamlar ki, cəmaatın müşküllərinin həlli üçün çalışır, pulu ilə, malı ilə, elmi ilə nəyə gücü çatır? Ən azı bir təbəssümlə, ürəyinə təskinlik verməklə, dərdləşməklə, dua ilə cəmaat üçün çalışır. Egoist adam deyil, cəmaat üçün çalışır. Onlar qiyamət gününün əmin-amanlığında olanlardır. Çalışın, bacardığınız qədər adam sevindirin, insanların qəlbini sevindirin. Bu qəlbi sındırmaq böyük günahdır. Acı sözlə, iynəli tikanlı sözlərlə, təhqirlə, kobudluqla amandır qəlb sındırmayın, çünki qəlbin ahı ağırdır. Tövbə də eləsən deyir zərbəsi dəyəcək. Bağışlasa da hardasa zərbəsi dəyəcək. Dünyanı da ödəsən xeyri yoxdur. Qəlbə toxunmayın, insan qəlbi müqəddəsdir. Allah çox istəyir.